Əslində bunun qəti bir cavabı yoxdur. Yəni neçə santim olanda götürülməlidir ya da götürülməməlidirdən ziyadə xəstənin vəziyyətini diqqətə almaq lazımdır. Məsələn, heç uşağı olmayan, evlilik, daha doğrusu hamiləlik planlayan bir xəstədə kiçik poliplərin belə çox önəmli yeri var, yəni çox önəmli önəmi var daha doğrusu. Qəti şəkildə götürürük. Amma övlad planlamayan xəstələrdə əgər aybaşı düzənsizliyi də eləmirsə və kontroldadırsa, uzun müddətdə ordadırsa, çox da həmən əməliyyatlıqsınız demirik xəstəyə. Amma düzənsiz aybaşı yaradırsa, ara qanaxmaları yaradırsa, onları da götürürük. Və çox kiçik ehtimal da olsa bunun onkolojik çevrilmə ehtimalı var. Onu da xəstəyə izah eləmək lazımdır. Götürəndə də, götürməyəndə də. Vəziyyət bu. Bir də götürəndə ən çox etdiyimiz şey onu dərindən kökünü dalacaq şəkildə götürməkdir ki, eyni yerdən təkrardan yaranmasın. Polip dediyimiz şey əslində ət xalıdır.